Dəhşətli bir hadisədir, dəhşətli bir fəlakətdir və aydın məsələdir ki, İsrail çox hərbi cəhətdən güclü bir dövlətdir və çox müasir texnologiyalara, müasir silahlara malik bir dövlətdir. Amerika Birləşmiş Ştatlarına gəldikdə isə dünyanın ən qüdrətli dövlətidir. Hər cəhətdən, o cümlədən hərbi cəhətdən həddən artıq böyük gücə malikdir və nəinki İran, başqa heç bir dövlət də Amerika Birləşmiş Ştatları ilə birbaşa müqayisə edilə bilməz. Bəlkə Çinin müəyyən məqamlarda ordusu, rəqəmləri diqqətə layiqdir, ancaq onlar da hər halda Amerika gücündə deyillər bir səbəblərdən. O baxımdan bu qarşıdurmada kimin üstün gələcəyi, kimin məğlub olacağı sir deyil. Bu birmənalı şəkildə belədir. Amma məsələnin o bir tərəfi var ki, ona da biz işarə elədik sizinlə. Müharibələrin taleyini quru qoşunlar həll edir. Nə qədər sən güclü aviasiyan olsa da, raketlərin olsa da, nə qədər sən düşmən hədəflədiyin, seçdiyin dövlətin hərbi strukturlarını, hərbi rəhbərliyini, siyasi rəhbərliyini sıradan çıxarsan da, sən əgər əmin əraziyə daxil olub, burada sən quru qoşunların yerləşməyibsə, hər şeyi nəzarətə götürməyibsə, oradakı məsələlərin yekun nəticəsi orada həll olunacaq, yerində həll olunacaq. O, necə deyirlər, torpaqda həll olunacaq. Bir neçə gün əvvəl Ukraynanın televiziya kanallarından biri, YouTube televiziya kanallarından biri məndən müsahibə alanda bir sıra suallarla yanaşı İranla da bağlı sual verdi. Ona da mən söylədim ki, onlara, yəni hələ müharibə başlamamışdı, bir neçə gün qalmışdı. Soruşdu ki, nə gözləyirsiniz? Dedim ki, yəni Amerika Birləşmiş Ştatları atəş açacaq, İran cavab verməyə çalışacaq, bir-birlərinə ziyan vuracaqlar. Amma məsələnin həlli yerində həll olacaq, yəni İranın daxilində həll olunacaq. Yəni ora Amerikanın quru qoşunları yeritmə fikri yoxdursa, qüvvələr nisbətindən, o qüvvələrin davranışından, o dinamikalardan asılı olacaq ki, nə baş verir, hara gedir proses. Ümumi yanaşma bundan ibarətdir. Təbii ki, burada bir sıra xəttlər var, siz də toxundunuz onlara, həm Qafqazdakı, Azərbaycandakı neft borusuna, qaz borusuna hücumlar ola bilər, həm Hörmüzdəki vəziyyət artıq İranın bəzi hərbiçiləri bəyan ediblər ki, oradan bir gəminin də belə keçməsinə icazə verməyəcəyik. Amerikada deyir ki, biz müdafiə edəcəyik bütün tankerlərdən. Bu isə orada hərbi toqquşmalar deməkdir və o hər bir gəmi üçün təhlükə deməkdir. Amerika qoruya bilsə də, qoruya bilməsə də və artıq bəzi şirkətlər, bəzi gəmi sahibləri hələ rəsmi xəbərdarlıq edilmədən imtina ediblər oradan istifadə eləməyə. Çünki həvəsləri yoxdur ki, yoxlamaya risk eləsinlər ki, oradan keçən bunların gəmisini İran vuracaqmı, Amerika onu qoruya biləcəkmi? Yəni, müharibədir də bu. Və burada da bütün dünya üçün nəticələr var. Xüsusən Çin üçün ciddi bir nəticədir. Çünki Çin bilirsiniz ki, Çinin neft idxalının böyük hissəsi həmin şeydən, boğazdan gəlir, Hörmüzdən gəlir. Ona görə də Çin də narahatdır, xəbərdarlıqlar eləyir, xahişlər eləyir. Amerikaya xəbərdarlıq eləyir ki, müharibəni dayandır. İrandan xahiş eləyir ki, oranı bağlamaq, imkan ver, hərəkət davam eləsin filan. Bu gərginliklər var və başqa gərginliklər də olacaq. Amma yenə də mən əminəm ki, nəhayətində məsələ quruda həll olunacaq. Quruda bu hələ davam eləyəcək atışmalar. Görünən budur ki, Amerika prezidenti də deyir ki, bu bir ay filan, 40 gün davam eləyə bilər. Hətta biraz fəxrlə deyir ki, zərurət olsa daha çox davam eləyə bilər. Yəni biz Amerikadan güc nümayişi kimi gözləyirik, desin ki, biz 3 günə tamamlayacağıq, 1 həftəyə tamamlayacağıq. Ancaq adam deyir ki, 30-40 gün çəkə bilər, ancaq bizim gücümüz çoxdur, istəsək daha çox davam eləyərik. İsrail rəhbərliyi də buna bənzər ifadələr işlədir, nə qədər lazım olsa davam edəcəyik. İranın da hərbiçiləri və idarəçiləri bəyan edirlər ki, danışığa getməyəcəklər, addım atırlar, cavab verəcəklər, peşman eləyəcəklər. Düzdür, bu pərdə arxasında müəyyən danışıq cəhdləri var. Bəli, biraz əvvəl Amerika mətbuatı yayıb ki,
İran kəşfiyyatının rəhbəri müraciət edib Vaşinqtona danışıqlara qayıtmaq üçün, amma Amerika rədd edib. Yəni bu məlumatlar çıxacaq üzə, belə deyiləcək. Amerikada deyəcəklər ki, İrandan müraciət olundu, biz rədd etdik. İrandan deyəcəklər ki, yalan deyirlər, biz heç kimə müraciət eləməmişik. Bu cür sözlər olacaq. Ancaq mahiyyət üzrə danışıq var və danışıq olmaya bilməz. Çünki hər zərbədən sonra Amerika ümid edir, gözləyir ki, axır ki, bunlar başa düşərlər ki, bizim qarşımızda dayana bilməzlər və bizim şərtlərimizi, tələblərimizi qəbul etməlidirlər. İrandakılar da yəqin onların da arasında müxtəlif cür düşünən adamlar var. Düşünürlər ki, bəlkə bizim bu zərbələrimizdən sonra biz ərəb ölkələrindəki Amerikan bazalarını, Amerikan səfirliklərini vurandan sonra onlar başa düşərlər ki, bizim də müəyyən resurslarımız var və onlar da bizlə danışığa hazır olurlar. Bu cür ümidlər var. Ona görə də danışıqlar bütün müharibənin gedişində olacaq. Sadəcə gerçək danışıqlar başlayana qədər bu etiraf olunmayacaq. Gerçək danışıqlar başlayanda etiraf eləyəcəklər. Amma danışıqlar mütləq olacaq deyirsiniz. Bilirsiniz, hətta məğlubiyyət üçün də, kapitulyasiya üçün də danışıq lazımdır axı. Yəni o məşhur söhbət var ki, o İkinci Dünya Savaşından sonra koalisiyanın dövlət hərbi rəhbərləri ilə faşist Almaniyasının hərbi rəhbəri bir araya gəliblər. O 2 dəfə bir araya gəlməli olublar. Çünki birincisini Sovet İttifaqı qəbul etməyib deyin. Yəni imza qoymağa gəlib adam ki, təslim olur faşist Almaniya. Amma hətta o imza üçün də bir danışıq olmalıdır, bir prosedur olmalıdır, bir protokolu var onda. O baxımdan istənilən halda danışıq olacaq və tərəflər də istəyirlər ki, o danışığa qədər qələbəni əldə eləsinlər. Amerika üçün qələbə ya rejimin dəyişməsi, ya rejimin Vaşinqtonun bütün tələblərini qəbul etməsidir. İran üçün qələbə sayıla bilən variant odur ki, tam kapitulyasiya olmasın. Yəni tutaq ki, nüvə silahı ilə bağlı, nüvənin zənginləşməsi ilə bağlı müəyyən razılaşma olsun, digər məsələlərlə bağlı müəyyən razılaşma olsun. İran üçün uğur budur. O da hazırda gerçək görünmür, amma hər halda tərəflər nəyə ümid edirlər və ona görə də hələ ki, yəqin ki, yaxın günlərdə atışma da davam eləyəcək, çox təəssüf ki, bu qırğınlar da davam eləyəcək və gizli danışıq cəhdləri də davam eləyəcək. Səbəb, təşəkkür edirəm. Sizin fikirləri həm də Mərkəzi Kəşfiyyat Dairəsinin keçmiş rəhbəri General Petrus bildirib ki, yəni İranda hakimiyyət məsələsi İran daxilində həll olunmalıdır və burada görürsünüz, o da özünə görə ağıllı adamdır. Hərbi və siyasi qüvvələr bu prosesdə iştirak eləməlidir. Əks halda kənardan hava zərbələri, dənizdən dronlar, yəni bu İranda rejimin çökdürülməsi və yeni sistemin qurulmasının anlamına gəlmir. Yəni siz bir tarixçi kimi həm də izləyirsiniz, İranın tarixini də yaxşı bilirsiniz. Son 30-40 ildə, 50 ildə olanların bir hissəsi sizin gözünüzün qabağında keçib. Yəni İranda sistemin yenilənməsi mümkündürmü? İkincisi, yəni biz və bəlkə də